Dünyanın ən qorxunc və güclü əzələ sahibi olan pitbull teriyerlər, qısa olaraq pitbull. Amerikan Staffordshire teriyerindən əmələ gələn bu itlər düşmənə qarşı xüsusi amansızlıqları ilə seçilir. Hətta qurbanını öldürməyincə buraxmadığı məlum olan pitbulllar itlər arasında ən güclü çənə quruluşuna sahibdir. Bu əzəlilər ona çənəsi ilə 1-2 ton ağırlıq sıxmaq imkanı verir. Maraqlıdır ki, pitbulllar hələ də ayrıca bir cins olaraq Beynəlxalq Kinoloji Mərkəz tərəfindən qəbul olunmayıb. Bu itlərin xarici görünüşü hələ də heç bir ciddi standartlarla təsdiqlənməyib. Bu səbəbdən pitbulllar bir çox Avropa Birliyi ölkələrində qadağan edilib. Buna baxmayaraq bu cins itlər Amerikada hər zaman populyar olub. Daha çox it döyüşlərində istifadə olunan pitbullların yaradılmasında bulldog və teriyer cinsli itlərdən istifadə olunub. Birincilərdən o güc və inadkarlıq, ikincilərdən isə iti sürət xüsusiyyətini götürüb. Bütün bunlar pitbullları döyüş, ov və xilas etmə işlərində əvəz olunmaz it cinsinə çevirib. Bu vaxta qədər pitbullların insanlara hücum çəkməsi kimi dəhşətli səhnələr çoxlarına məlumdur. Buna dair sosial şəbəkələrdə xeyli sayda video materiallara rast gəlmək olar. Elə Azərbaycanda 3 il öncə yaşlı bir qadının pitbullun hücumu nəticəsində hər iki qolunun amputasiya edilməsi faktı hər kəsə məlumdur. Bütün bunlara baxmayaraq Bakıda pitbull həvəskarları yetərincədir. 7 ildən çoxdur pitbull saxlayan Elçin Məmmədov bu itlərin heç də aqressiv olmadıqlarını, əksinə insanlarla mehriban davrandığını deyir. Bu vaxta qədər bir neçə pitbull iti dəyişən Elçin bu itlərlə müxtəlif sərgilərdə də iştirak edib. Pitbull həvəskarı deyir ki, hər şeydən öncə iti düzgün tərbiyələndirmək lazımdır. İti birinci növbədə döymək heç olmaz. Adama da qayıda bilər. İti, necə deyim sizə, elə bir dostun kimi saxlayırsan onu, bir yaxının kimi. Onu aparırsan gezdirsən, vaxtı-vaxtında gezdirməlisən, vaxtı-vaxtında iynəsini vurdurmalısan, pillifqalarını vurdurmalısan və vaxtı-vaxtında iti çıxarmalısan əhatəyə, cəmaatın içinə. Yəni, it adamla oynasın, eyləsin. Yəni, pitbull deyirlər ki, yəni, adama cumar, eləyər, elə söhbət yoxdur, xeyr. Evində pitbulla yanaşı daha 2 cins it saxlayan Elçin deyir ki, hələ indiyə qədər heç bir it ona və onun ailə üzvlərinə hücum etməyib. Bu itlərin ünvanına səsləndirilən mənfi fikirlərlə heç vaxt razı olmayacağını deyən gənc pitbull sevdasından əl çəkməyəcəyinə əmindir. 35 illik təcrübəyə sahib kinoloq Çingiz Ədib də pitbull itlərinin problemli olduğunu deyir. Çünki bu cins itlər döyüş və ov üçün yaradılıb. Onların ağrı hiss etmə sinirləri çox dərində olduğuna görə bu itlər can verincəyədək savaşa bilir. Bundan əlavə itlərin təlim götürmə qabiliyyətinə görə müəyyənləşdirilən ümumi reytinq cədvəlində 200 it cinsi arasında pitbulllar ən son sıralardan birini tuturlar. O ki, biz fərz eləyək bir dənə iti örgədəndə, mən bir də fəndi örgədəndə bir də fərz eləyək intellektual yaxşı iti, mən 10 dəfə, 15 dəfə görsədirəm, o başa düşür ki, mən ondan nə istəyir, başlayır işləməyə. Amma pitbull belə məsələ olur ki, onu lap 150 dəfə də görsədirsən, görsün ki, girmir. Çətin, təlimə çox çətin gelir. Özdə o it belədir ki, o adama qayıda bilər, lap sabına da qayıda bilər. Ne üçün? Onları götürüblər, döyüş meydanına bıraxırlar. Ona görə o psixiki cəhətdə, onların psixiki cəhətdə əsəblərini pozurlar. Pitbull növü iti saxlayan ancaq profesional saxlamalıdır. Kimdə evdə balaca uşağı var, ona qeyd olmaz. Hər halda it insanın dostudur deyirlər, lakin 4 ayaqlı dostunuzu seçəndə onun hansı xüsusiyyətlərə sahib olduğunu nəzərə almaq vacibdir. Əks halda dost dediyiniz bu heyvan nə vaxtsa öz vəhşiliyini biruzə verə bilər. Sonraki peşmançılıq isə fayda verməz. Bu itlərin